Hər vaxtınız xeyir olsun. Bugün rus dilində sizə sözlərin necə cəmləndiyini, qısa izahını verəcəm. Əvvəla baxırıq. Множественное число. Множественное число bizdə cəm say və yaxud da belə desək, cəm hal deməkdir. Ümumilikdə sözlərimiz cəmləndiyi zaman ı və i ilə cəmlənir. I ilə cəmlənən sözlərimizin hər hansısa bir qaydası yoxdur. Amma biz hardan bilə bilərik ki, sözlərimiz hansı söz I ilə və yaxud da hansı söz i ilə cəmlənəcək? Bunun qısa izahını verirəm sizə. Bizim əgər sözlərimiz məhki znakla bitirsə, bu zaman təbii ki, əgər həmin söz istisnaya aid deyilsə, məhki znak, yəni yumşaq işarə ilə bitən sözlərimiz cəmləndiyi zaman olacaq i ilə. Məhki znak düşür, yeri əvəzlənir i hərfi ilə. Məsəl üçün, noç olacaq noçi, slovar, slovari, den, dni. Başqa sözlər də bura əlavə etmək olar. Tетрадь, тетради, mebel, mebeli, dver, dveri, лошадь, лошади və s. Əgər bizim sözümüz ya ilə bitirsə, hər hansısa bir söz ya hərfi ilə bitirsə, bu zaman ya düşür, yerini verir i-yə. Bu zaman ya ilə bitən sözlərimizdə də müəyyən sözlər var ki, gəlir 2 dənə i alınır. Akademiya, akademiyi. Bir məqama diqqət yetirməliyik ki, bizdə əgər akademiya sözü akademiyi olursa, biz onu əsla i deməməliyik. Akademiyi demək əsla olmaz. Akademiyi olmalıdır. Və yaxud da fantaziya olacaq fantaziyi. İni uzadacağıq sadəcə. Və yaxud da simya, semyi. Bax belə, qısa və sadə. Y hərfi ilə bitən sözlər. Y hərfi rus dilində bilirik ki, kratkaya qısaldılmış i deməkdir. Muzey sözü, muzey, y ilə bitən sözlərimizdə y düşür, yerini verdi i-yə gördüyümüz kimi. Muzey, muzeyi. Tramvay, tramvayi. Bax belə olur qayda. Daha sonra keçirik pravila 7 согласных. Pravila 7 согласных samitlərin 7 qanunudur. Bu samitlərin 7 qanunu nə deməkdir? K samiti, G samiti, X samiti, Ç samiti, Ş, J və Ş. Bu hərflər, əgər bir sözün sonuncu samiti bu 7 hərfdən biri olursa əgər, bu zaman bərabərdirlər i-yə. I ilə bitəcək. Onların cəm halı i ilə tamamlanacaq. Məsələn, necə? Çaşka sözünü görürük. Çaşka sözündə bizdə sonuncu samit k-dır. Lakin a saiti ilə bitir. A düşəcək, cəm halı olacaqdır i. Çaşka, çaşki və yaxud da baxırıq digər sözə, vraç. Burada isə artıq sözümüz ç hərfi ilə bitir. Vraç, yəni həkim, cəm halı oldu. Vraçi, həkimlər. Nож, nожи. Kollega, kollegi. Bax, belə oldu. Başqa sözlər də burada əlavə etmək olur. Kniga, knigi, ruçka, ruçki, butulka, butulki, karandaş, karandaşı и так далее. Sonra qaydırıq burada yuxarı. Biz bildik ki, i-nin qaydası nədir? Hansı hərflərimiz söz sonluğunda olarkən cəm halı i olur və sonluğu bu 7 samitlə bitdiyi zaman i olurdu. Yaxşı, I. Bu qaydadan savayı bütün hərflərlə bitənlər adətən orta cinsli sözlərimiz xaric hamısı I ilə tamamlanacaqdır. Stol, stalı, telefon, telefonu, gazeta, gazeti, maşina, maşını və yaxud da voda, vodi, ryba, ryby, osa, osy, kvartira, kvartiri, ili komnata, komnatı və s. Burada çox söz əlavə etmək olar. Və son olaraq gəlib çatırıq biz sredni rod, orta cins sözlərimizə. Orta cins sözlərimizdə isə o-la bitənlər a,
Y ilə bitənlər isə ya olacaqdır. O ilə bitənlər A. O hərfi söz sonluğundan düşür, yerini verir A-ya. Məsələn, vino olacaqdır vina, pismo olacaq pisma, akno olacaq okna, ili kolso, kolsa, litso, litsa. Ardılıq elə bu qayda ilə davam edəcək. Əgər sözümüz Y ilə bitirsə, bu zaman Y düşür, yerini verir yay saitinə. More, Maria, поле, поля, задание, задания, платье, платья, здание, здания, упражнение, упражнения. Qayda bu qayda ilə davam edəcək. Daha sonra gəlir bizim istisna sözlərimiz. İstisna sözlərimizi də növbəti dərsimizdə izahını verəcəm.